Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam Deyişi verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Şəhidlik canı Allaha fəda edərək cismani pərdəni yırtmaq və həqiqi həyatın qapısından keçməkdir. Şəhid qanınla torpağı boyasan da əslində ruhunla ilahi eşqə bürünərsən. O ölümdə ölümü görməz. Çünki haqqın nuruna qarışar, diriliyin sirrini dadar. Mövlanə deyir, onlar öldülər sanma. Çünki bu ölüm deyil, əbədi diriliyin başlanğıcıdır. Şəhidlik eşq yolunun ən son və ən ülvi məqamıdır. Haqqa varmanın sirridir. Bugünkü verilişimizdə şəhidlik mövzusunu qonağımız Haccavad məscidinin imamı Ramil Aslanlı ilə birlikdə müzakirə edəcəyik. Ramil müəllim, xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Biz təşəkkür edirik. Qurani Kərimdə buyurulur, Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə onlar diridirlər. Lakin siz bunu dərk etmirsiniz. Ramil müəllim, şəhidlər ölməz ifadəsinin həqiqi mənası nədir və İslam dinində bu anlayış necə izah olunur? Bismillahirrahmanirrahim. Qurani Kərimdə qeyd etdiyiniz ayədən əlavə digər bir ayədə də Allah Teala bir daha vurğulayır ki, Allah yolunda qətlə yetirilənləri ölü hesab etməyin, onlar diridirlər və Allah yanında onlara ruzi bəxş edilir. Cəmiyyətdə hər bir kəs etdiyi əməllə əbədiyyət əldə edir. Alim öz elmi ilə, ixtiraçı öz ixtirası ilə, deyək ki, həkim öz göstərdiyi xidmətlərlə, əxlaq müəllimi verdiyi əxlaqi təlimlərlə, amma bütün bu şəxslərin bəşəriyyətə, cəmiyyətə xidmət etməsi üçün münasib bir ab-ı havanın olması şərtdir, əmin-amanlığın olması şərtdir. Bu əmin-amanlığı isə şəhid təmin eləyir. Şəhid öz qanını, öz canını verməklə bütün bu əmin-amanlığı təmin etmiş olur və şəhid öz qanı ilə əbədiyyət tapır cəmiyyətdə. Bəziləri elmi ilə, ixtiraları ilə cəmiyyətdə əbədilik qazandığı halda şəhid canını fəda etməklə cəmiyyətin nəzərində bir əbədilik qazanır, həmişə adı xatırlanır. Bu ictimai baxımından. Amma məsələnin həqiqətinə varsaq, məsələnin həqiqəti budur ki, şəhidlər ölü hesab edilmir. Biz baxsaq, ümumiyyətlə şəhid anlayışı İslam dininə məxsus olan bir anlayışdır. Bəzən ümumiyyətlə belə götürək ki, hər bir xalqda, onun dəyərləri uğrunda, onun torpağı uğrunda canını fəda etmiş şəxslər hörmətlə yad edilir. Amma şəhid ifadəsində xüsusi bir müqəddəslik var. Çünki şəhid kəlməsində, anlamında ölüm anlayışı yoxdur. Məsələn, deyilir ki, filan kəs qəhrəmancasına həlak oldu. Dinimiz buna həlak oldu demir. Dinimiz buna şəhid oldu deyir. Çünki bu şəhid əslində qanını verməklə, canını verməklə inandığı dəyərləri, Allaha olan inamını, axirətə olan inamını, İslamı, ilahi dəyərləri olan inamını öz canını verməklə təsdiqləyir. Çünki şəhadəti bu Allahla qovuşmaq hesab eləyir. Şəhadəti Allahla görüş hesab eləyir. Və bu gör inamında o qədər əminliyə gəlib çatmışdır ki, bu inamını təsdiqləmək üçün canından belə keçməyə hazırdır və canından, qanından keçə bilir. Buna görə də şəhid adlanır. Çünki şəhadət gətirir öz etiqad etdiyi həqiqi dəyərlərə. Bu baxımdan şəhid Allah yanında diridir. Qurani Kərimdə də buyurulur ki, bəl əhyəun və ləkin lə təşurun. Onlar diridirlər, siz hiss etmirsiniz. Və yaxud da Allah yolunda qətlə yetirilənləri öyle hesab etməyin. Onlar Allah yanında diridirlər və daima Allah yanında onlar ruzi içərisindədirlər. Həzrəti Peyğəmbər salavatullah şəhidin mövqeyinin Allah yanında üstünlüyü ilə bağlı belə buyurur. Onun günahı varsa günahları bağışlanar, günahı olmasa dərəcəsi bir mərtəbə cənnətdə ucalar. Ramil müəllim, dinimizə görə şəhidlərin hamısı eyni məqamdadırmı, yoxsa fərqli dərəcələri var? Ümumiyyətlə götürsək, şəhadət çox böyük bir məqamdır. Dinimiz şəhidliyi ən yüksək məqamlardan hesab edir. Həzrət Rasulullah sallallahu aleyhi və səlləmdən nəql olunan bir hədis-i şərifdə Allah Rəsulü buyurur ki, hər bir yaxşı əməldən üstün digər bir yaxşı əməl var. Ta ki, insan Allah yolunda qətlə yetirilənədək, yəni şəhid olanədək, elə ki, insan şəhid oldu, bundan üstün bir əməl yoxdur. Şəhadət böyük bir məqam olması ilə yanaşı müxtəlif dərəcəlidir, təbii ki. Biz Peyğəmbərimizin tarixinə diqqət etsək, görürük ki, Peyğəmbərimizin dövründə baş verən Ühud döyüşündə Peyğəmbərimizin əmisi, İslamın böyük sərkərdəsi Həmzə ibn Əbdülmüttəlib qətlə yetirilir. Onun qətlə yetirilməsi çox bir xaincəsinə qurulmuş pusqu nəticəsində baş verdi. Əbu Süfyanın zövcəsi Hində tərəfindən qətlə yetirildikdən sonra mübarək nəşinə təhqir olundu.
sinəsi yarıldı, ciyəri çıxarıldı. Allah Resulü bu hadisədən çox kədərləndi. Hətta Allah Resulü Həmzə bin Əbdülmüttəlib üçün cənazə namazı qılanda digər şəhidlərdən fərqli olaraq 70 təkbirlə cənazə namazı qılmışdır. Həmzəni Seyyid-i Şühada, şəhidlər sərvər adlandırdı Allah Resulü. Sonraki dövrdə ki, İmam Hüseyin əleyhissalam Peyğəmbərimizin əziz nəvəsi, sevimli nəvəsi Aşura günü Kərbala çölündə şəhadət şərbətini içdikdən sonra, şəhid olduqdan sonra bu titul İmam Hüseyin əleyhissalama aid oldu. İmam Hüseyin əleyhissalam şəhidlərin sərvəridir, şəhidlərin böyüyüdür. Bütün şəhidlər onu özünə örnək biliblər. Şəhidlik müxtəlif dərəcəlidir. Şəhidin əgər hədisdə siz qeyd etdiyiniz hədisdə buyurulduğu kimi günahı olarsa Allah onun günahını bağışlar. Günahı olmazsa onun məqamı ucalar. Allah yanında isə şəhidlər üçün təyin olunmuş məqam sonsuz, hüdudsuz bir məqamdır. Ki burada hər kəs o uğrunda amalındakı canını fəda edib ona görə müxtəlif dərəcələrə gəlib çatmışlar. Ramil müəllim, bir hədis yadıma düşdü. Şəhidlik deyir o qədər uca məqamdır ki, yeganə şəhidlərdir ki, bu dünyaya gəlib yenidən şəhid olub, şəhid olaraq dünyadan köçmək istəyərlər. Təbii ki, Allahın onlara bəxş etdiyi o ruzilər ki, Quran-ı Kərimdə də bir daha vurğulanır ki, bəlhum əhyaun ində rabbihim yurzaqun. Onlar diridirlər, Allah yanında ruzlənirlər. Onlar elə bir böyük məqamlar, elə bir böyük lütflər, mükafatlarla qarşılaşırlar ki, arzulayarlar ki, bu dünyaya gəlib bir daha şəhid olub, bu mükafata, bu lütfə qarşılaşsınlar, layiq olsunlar. Peyğəmbərimiz salavatullah buyurur: şəhidlərə qüsul verilməz və kəfənlənməz. Onlar öz qanlı paltarları ilə dəfn edilərlər. Ramil müəllim, İslamda şəhidlərə qüsul və kəfən verilməməsinin səbəbi nədir və hər döyüşdə həlak olan şəhid sayılırmı? Bir də Ramil müəllim, sualıma əlavə olaraq deyim. Bir insan döyüşdə döyüşür, amma yaralanmır, qazi olmur, şəhid olmur və o döyüşdən bir neçə gün və yaxud bir neçə il sonra rəhmətə gedir. Ona da şəhid deyə bilərikmi? Yəni ümumi baxsaq məsələyə. Şəhidlər barədə İslam şəriətində özünə məxsus hökmlər var ki, bu digər vəfat etmiş və ya qətlə yetirilmiş şəxslərin hökmlərindən fərqlidir. Bildiyiniz kimi İslam şəriətində, yəni İslam fiqhində şəhidlərin dəfn məsələləri fərqlidir. Şəhidlər qüsul verilmədən, kəfən olunmadan, elə o qanlı bədənlərində, yaralı bədənlərində, o qanlı libaslarında dəfn olurlar. Bu özündə dərin bir məna ehtiva edir. Çünki şəhidin ruhunun paklığı, şəhidin düşüncəsinin, təfəkkürünün aliliyi onun libasına sirayət edir, onun bədəninə sirayət edir. Əgər belə demək mümkünsə, şəhidin libası belə, paltarı belə, bədəni belə ruhlaşır. Ona görə də şəhidə qüsul və kəfən verilmədən elə o qanlı libasında, o yaralı bədənində İslam şəriətinə əsasən dəfn edilir. Hər döyüşdə qətlə yetirilən şəhiddirmi? Əvvəla bunu demək lazımdır ki, haqq döyüşdə qətlə yetirilənlər şəhiddir. İşğalçı tərəfdən qətlə yetirilənlər heç vaxt şəhid ola bilməz. Çünki davası haqq davası deyil. Peyğəmbərimizdən ta bu yana kimi İslam şəhidlərinə biz baxsaq, xüsusilə də biz Azərbaycan şəhidlərinə baxsaq, bizim Azərbaycan şəhidləri həmişə haqq davası uğrunda şəhid olanlardır. 20 yanvardan ta bu son 44 günlük müharibəmizə kimi bütün biz şəhidlərimizdə görürük ki, mübarizə haqq mübarizəsidir, dava haqq davasıdır, işğal olunmuş ərazilər, qətlə yetirilmiş günahsız insanların qisasının alınması, hüquqlarının bərpa olunması. Ona görə də haqq davada qətlə yetirilən şəhid hesab olunar. Amma işğalçı tərəf məsələn qətlə yetirilənlər bunlar şəhid hesab olunmaz. Əgər indi bir kəs sualınızın o digər bir hissəsinə keçək ki, döyüş meydanında yaralanıbdır, qazidir. Sonradan dünyasını dəyişdi. Buna da şəhid deyilərmi? Dinimizdə şəhid mükafatı verilən şəxslər var. Ki bunlar məsələn bir ana uşağını dünyaya gətirərkən vəfat edərsə ona şəhid mükafatı verilər. Bir insan uçqun altında qalarsa, zəlzələdən ölərsə, təbii fəlakətlərdən ölərsə şəhid mükafatı verilər. Yəni şəhid deyilməsə də şəhid mükafatı verilər. Şəhidə verilən mükafat nədirsə həmin şəxslərə də verilir. Qazilər də ki bunlar əslində canlı şəhidlərdir. Çünki bunlar o alovun içərisindən gəliblər. Bunlar da orada şəhid ola bilərdilər. Heç kəs sığortalanmamışdı ki orada şəhid olmayacaq. Bunu gözə alıb, bunu düşünərək döyüşə gedən həmin qazilərimiz sonradan
vəfat eləyirlər. Biz də onlara eyni ehtiramı göstərməliyik və Allahdan da diləyimiz budur ki, onlara şəhid mükafatı, şəhid əcri versin. Ümummilli liderimiz Heydər Əliyev çıxışlarının birində belə qeyd edir. Şəhidlərimizin müqəddəs xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Onların qəhrəmanlığı gələcək nəsillər üçün örnək olacaqdır. Ramil müəllim, gənclərə şəhidliyin mənasını necə izah edərdiniz ki, onlar bu dəyərin böyüklüyünü dərindən anlaya bilsinlər? Həmçinin Ramil müəllim, sizin də bildiyiniz kimi 5 il bundan öncə Vətən müharibəsi başlamışdı. Həmin biz o Vətən müharibəsinin 44 günlük bir müddətini yaşayırıq. Həmçinin burada toxunaraq gənclərimizə hansı tövsiyələri verə bilərdiniz? Ümumiyyətlə, şəhidlik iki əsas üzərində dayanıbdır. Birincisi, hədəfin müqəddəsliyi, hədəfin aliliyi. İkincisi isə bu hədəf uğrunda canından keçmək. Biz Azərbaycan şəhidlərinə baxsaq ki, bu 44 günlük müharibədə olan şəhidlərimizə hədəfimiz ali idi. Biz işğal olmuş torpaqlarımızı azad etmək istəyirik. Biz qətlə yetirilmiş, günahsız qətlə yetirilmiş insanlarımızın haqqını bərpa etmək istəyirik. Və bu hədəf uğrunda da idrakla, qərarlı bir şəkildə, anlayışlı bir şəkildə canımızdan keçməyə hazırıq. Bu iki sütun üzərində dayanır şəhadət. Biz məsələn Azərbaycanın şəhidi, milli qəhrəmanımız Mübariz İbrahimovun həyatına baxırıq. Görür ki, Mübariz İbrahimov şəhadətə doğru gedərkən anlayışlı bir şəkildə şəhid olmağa gedir. Təsadüf nəticəsində qətlə yetirilməyib bu döyüş. Məqsədi var idi. Məqsəd var. Və bu məqsədini yazılı şəkildə də yazıb ortaya qoyub gedir. Biz bütün şəhidlərimizin elə həyatını araşdırsaq, bu məqsədə rast gəlirik ki, bütün şəhidlərimizdə ya mən şəhid olacağım, ya qazi olacağım, amma bu haqqı bərpa edəcəm, bu haqqı geri alacağım deyə döyüşə atılıblar. Gənclərimiz şəhidlərimizin həyatını araşdırmalıdırlar, həyatını oxumalıdırlar. Heç zaman şəhidlərimizi unutmağa qoymamalıyıq. Anım günlərində onları xatırlamalıyıq, onlar barəsində kitablar yazılmalıdır, şeirlər yazılmalıdır, verilişlər olmalıdır. Onların şəhidlər xiyabanımız var bizim, şəhidlər hər zaman ziyarət edilməlidir və onların o amalı, o məqsədi gənclərimizə aşılanmalıdır. Bunun üçün gənclərimizə tövsiyəm budur ki, şəhadət bildiyimiz kimi Allaha olan inamdan irəli gəlir, axirətə olan inamdan irəli gəlir. Ki, gənclərimiz inanclarında möhkəm olsunlar. İnanc möhkəm olarsa, iman möhkəm olarsa, mənəvi dəyərlərə bağlılıq möhkəm olarsa, ilahi dəyərlərə bağlılıq möhkəm olarsa, həmin insanlar şəhadəti sevəcəklər, şəhidliyi sevəcəklər. Və şəhid verən xalq həmişə izzətli xalq olub, əzəmətli xalq olub. Yəni, baxmayaraq ki, bu günlərdə biz hüzün kimi qeyd edirik, kədər kimi qeyd edirik. Çünki biz mərd igidlər itirmişik. Elə bir mərd oğullar itirmişik ki, heç kəs onların əvəzləyə bilməyəcək. Bu baxımdan biz hüzünlənirik, kədərlənirik. Amma şəhid açısından məsələyə baxdıqda, şəhid çox böyük bir, yüksək bir zirvədədir. Fərd baxımından çox yüksək bir zirvədədir. Elə bir məqamdadır ki, heç kəs o məqama gəlib çatmayıb. Bu baxımdan biz sevincindəyik ki, bizim şəhidlərimiz ali bir məqamdadırlar. Amma cəmiyyət olaraq biz belə bir şəxsiyyətləri itirmişik, amma bu şəxsiyyətləri əvəz edəcək nəsil yetişdirməliyik. Ona görə şəhidlərimiz hər zaman bizim üçün örnək olmalıdır. Ramil müəllim, internetdə gördüm mən, Müdafiə Nazirliyində bir məqalə var idi, başlığı çox xoşuma gəldi. Düz yadımda qalıbsa belə vurğulanır, deyir, şəhid qanı ilə sulanmayan torpaqdan vətən olmaz. Təbii ki, şəhidin qanı heç zaman hədər getmir. Şəhidin qanı cəmiyyətin damarlarını oxur. Həyatda hər kəsin bir yaşam məntiqi var. Məsələn, bəziləri soruşsan ki, yaşam məntiqin nədir sənin? Karyera qurmaq, uğur qazanmaq, biznes qurmaq, böyük var dövlətə sahib olmaq, məşhur olmaq, hərənin bir məntiqi var. Şəhidin məntiqi bütün məntiqlərdən üstündür. Şəhid cəmiyyət üçün fəna olmaqla cəmiyyəti yaşatmaq istəyir. İnsanları yaşatmaq istəyir, həyat vermək istəyir. Bir şam kimidir, əriyir, fəna olur, amma ətrafa işıq saçır. Şəhidin məntiqi cəmiyyətin içərisində əriyib, cəmiyyətin içərisinə hopmaqdır. Şəhidin qanı hədər yerə axmır, cəmiyyətin damarlarına sanki axır. Şəhidin qanı sanki cəmiyyət üçün bir peyvənddir. Cəmiyyətdə bir mənəvi bir immunitet yaradır ki, dəyərlərinə sahib olsun, haqqa sahib olsun, vətəninə sahib olsun, torpağına sahib olsun. Ona görə də həqiqətən də şəhid qanı ilə suvarılmayan bir torpaq heç vaxt vətən ola bilməz. O belə bir ifadə də var. Vətəndaşı olmaq lazımdır. Deyir, vətəndaşı olmayandan olmaz ölkə vətəndaşı. Vətəndaşı olmağa arzusuyla Ramil müəllim verilişimizə
Gəldiyiniz üçün sizə İslam Deyirik ki, kollektiv adından öz təşəkkürümüzü bildirdik. Çox sağ olun. Çox sağ olun. Allah razı olsun. Cümləmizdən sağ olun. Şəhid canını verib canana qovuşan, qanı ilə torpağı dirildən, ruhu ilə göylərə yüksələndir. Onlar ölməzlər. Allahın dərgahında daim diridirlər. Allaha əmanət olun.